Ay bilirsən mi, nədir məni ağladan, dözəmirəm. Həsrətinə dağlarım, balam həsrətinə dağlarım. Ay uzaqdan uzağa şərik oluram. Ey kədərinə möhnətinə dağlarım, kədərinə möhnətinə dağlarım. Həsrət mənim için göynədir. Həsrət mənim için göynədir. Bundan böyük kədər dolan nə kədər. O torpaqda şəhid olub nəçəyər, güvənərək qüdrətinə dağlarım, güvənərək qüdrətinə dağlarım. Deyirəm sar yerdən atoynadır yad əlləri, xan çəkilin balam gülün dərir, yad əllər balam yad əllər. O torpağı o torpağın tarixinə yad illər, yazılıbmış qismətinə dağlarım. Göz yolla sinəsində neçə dağ, deyirəm göz yolda sinəsində neçə dağ, neçə illi dustaq qalıb dəli dağ. Elə Məhəmməd üçün qərb siyam buz bulaq, tələsirəm ülfətinə dağların, tələsirəm ülfətinə dağların. Mən həfəmdən xahiş eləyərdim ki, yaxına buyurardı bir şeir deyərdi. Çox sağ olun Seyf Hanım. Mən də bugün özümə boş durmuyorum. Kiçik bəyimizin əmisi Məhəmməd Ələkbərli Kəlbəcərin ən adlı sanlı, cavan yaşında bir neçə kitabın müəllifi şairdir. Bugün onun şeirlərini burada deməmək qəbahətdir. Mən arzu edirəm ki, bütün insanlar ölür, dünyadan gelir, onların heç bir yerdə amma şairlər həmişə yaşayır. Məhəmməd Ələkbərli bizim qəlbimizdə həmişə yaşayır. Həmişə yaşayır. Mən çalışacağım ki, soyuqqanlı olun, heç olmasa onun iki dənə şeirini deyim. Onun adı gələndə hamımız qəmlənir, hamımız kədərlənir. O neçə ki şeirləri, əsərləri, poemaları var, o bizim qəlbimizdə həmişə yaşayacaq, bir neçə illərlə yaşayacaq. Məhəmməd yazır ki, yanağıma axan göz yaşı deyil, dərdimdir gözümdən süzülüb gedir. Hər damla qəm dolu ötən günümdür, bir-birinin ardınca düzülüb gedir. Qürbətin həftəsi ayı artdıqca, yurtsuz keçən yazı, yayı artdıqca, vətənsiz günlərin sayı artdıqca, ümid son telindən üzülüb gedir. Torpaq həsrətinə dözüm nə qədər, qəlbimdə dağ boyda dərddir Kəlbəcər. İnsanı qocaldan kədərdir, ancaq alında qırışlar düzülüb gedir. Sücayəti yazır ki, xəyalımda, yaddaşımda, yadımda Kəlbəcərdən çıxa-çıxa qalmışam. Bu tərəfin dərdləri ilə yüklənib o tərəfə baxa-baxa qalmışam. Göynüyürəm, dağda qara qoşulur, çürüyürəm, bağda bara qoşulur. O ağlayan bulutlara qoşulur, gözlərimi sıxa-sıxa qalmışam. Sücayətəm, ürəyimə qor dolub,
Ömür yarı rəngim saralıb solub. Vətən həsrəti ilə qol boyun olub. Qan gölündə axa-axa qalmışam. Sonra Məhəmməd rəhmətli yazır ki, hər şey dərd edib qəlbinə salma. Gecələr kədərlə tək tənha qalma. Yorma ürəyini xəyala dalıb, dünyanın dərdləri sana mı qalıb? Talehin yazsın dəyişmək olmaz. Fələyin toruna ilişmək olmaz. Bu namərd dünya ilə döyüşmək olmaz. Bütün ixtiyarı əlindən alıb, dünyanın dərdləri sana mı qalıb? Kədər nə verəcək sana dünyada? Dönəcək saçında dənə dünyada. İnan bircə dəfə mənə dünyada dərd çəkən insanlar vaxtsız qocalıb, dünyanın dərdləri sana mı qalıb? Allah rəhmət eləsin. Mən arzu edirəm ki, bütün işlərimizdə, xeyir işlərimizdə həmişə yad eləmək lazımdır. O bizim qəlbimizdə, yaddaşımızda həmişə yaşayır, həmişə də yaşayacaq. Biz ölsək də, biz yaddan çıxsaq da şairlər yaddan çıxmır. Həmişə yadımızda, qəlbimizdə, yaddaşımızdadır. Mən xahiş edirəm, sən Məhəmmədin bir dənə də şeirini oxuyasan. Sağ ol, var ol. Deyirəm sən dustaqsayam, mən də qərib oxuma bülbül oxuma. Yaşa kardeş yaşa. Kalbimde yüzlerce yarıyım, okuma bülbül okuma. Feryay düştü yuvamızdayım. Deyirəm feryay düştü yuvamızdan, aydınlık alamamızdayım. Eşk olsun Süleyman Bey'le.